Gələk indi əsas məsələ itin qidalanmasına. Mən öz itimə Reflex Plus verirəm. Həmçinin görürsünüz burada qeyd olunubdur. Balaca itlər üçündür və hipoallergenikdir. Quzu əti iləndir. Protein dəyəri də kifayət qədər yaxşıdır. Mənim verdiyim qida bu qədərdir. Hardasa bu eləyir 95 qram civarı. Çünki bu günlər kifayət qədər çox məşğul olubdur və onun təbii ki ehtiyacı daha çoxdur yeməyə. Saxla. İti həvəsləndirmək üçün biraz görürsünüz bu şəkildə dərhal vermirik. Biraz həvəsləndiririk və dərhal biraz da mübarizə aparmağına çalışırıq. Qısa bir vaxtı var, yeməlidir. Əgər uzun müddət başını çəkəcəksə, dərhal yeməyini götürəcək. Vəssalam. Bu artıq yeməyi qurtardı. Bu qalan yem isə onun mübarizədə uduzduğu yemdir. Yəni biz bunu ona vermirik. Çünki başını yemdən çəkdi, diqqəti yemdən ayrıldı və o uduzdu. Növbəti öynədə, misal üçün səhər, yenə qoyacaq bunun qabağına. Yeməlidir. Onun variantı yoxdur. 5 dəqiqə ərzində, 6 dəqiqə ərzində başını indi onun nə qədər uyğundursa, başını çəkmədən bu yemi yeməlidir ki, biz onda yemə qarşı bir motivasiya yaradaq.